Bugün Novruzun son çərşənbəsi, torpağın və həyatın oyandığı ilaxır çərşənbədir. Doğru Xəbər Azərbaycan xəbər verir ki, ilaxır çərşənbə su, od və yel çərşənbələrindən sonra gələn torpaq çərşənbəsidir. İnanca görə sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Boz ayın sonuncu çərşənbəsi olan ilaxır çərşənbə bəzi bölgələrdə Novruz bayramı qədər təntənəli keçirilir. İlaxır çərşənbədə həyət bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, oyalı yumurtalar, müxtəlif çərəzlər, qoz fındıq idə ilə yanaşı həm də meyvə quruları da qoyulur və şamlar yandırılır. İlaxır çərşənbəniz mübarək, əziz xalqım.